Salam değerli izleyiciler. Azərbaycanda tanınmış həkimin 11.000 manatı ələ keçirilib. Caspian International Hospital'ın bir qrup vəzifəli şəxsinin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması ilə bağlı təfərrüatlar məlum olub. Bu barədə Telegraf qeyd edir ki, cinayət işinin yeni təfərrüatlarında xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11.000 manat məbləğində pulu ələ keçiriblər. Məlumata görə kartından pul oğurlanan şəxs tanınmış mama ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova sözügedən hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb və işdən ayrıldıqdan sonra onun kartına 11.000 manat köçürülüb. Lakin bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib, lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdlaşdırılıb.